Belə bir sual var. Atam günahı mənim boynuma deyib hicab bağlamağıma icazə vermir. Bu halda günahı mənim boynumdan düşürmü? Heç bir insan o biri insanın günahını boyuna götürə bilməz. Bunu başa düşmək lazım. Allah Teala Quran-Kərimdə buyurur ki: "Və la təziru vaziratu vizra uxra." Heç bir insan başqa insanın günahını boyuna götürə bilməz. O sadəcə başa düşmür nə boyda məsuliyyətdir. Başa düşmür ki, bu heç mümkün də deyil. Özü günah qazanır. Əgər qoymur hicab taxmağa, özü o günah qazanır. Amma sizin günahınızı öz boyuna götürə bilməz. Ona görə siz ona itaat etməyin. Gözəl üslubla başa salın. İnsan azaddır. Xüsusən həddə bula insan çatıbsa, yəni o sizə qadağan edə bilməz. Nə şəriətlə, nə də ki, mövcud olan adət-ənənə sizə qadağan edə bilməz. Siz azad insansınız. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki: "La ta'ate lil məxluq fi ma'siyatil xaliq." Yəni məxluqa itaət eləmək olmaz əgər orada xaliqə asilik var. Ona görə belə şeydə ataya itaət etmək olmaz. Başa salın gözəl üslubla ki, bu mənim dinimdir, bu mənim seçimimdir, məni heç kim məcbur eləmir. Allah mənə əmr edib hicab giyməyə və mən hicab giymək istəyirəm.